Dostlar, Redditdən salam. Videonu indi görürəm ki, bəzi yerlər kəsilib, ona görə qabaqdan görə bilərsiniz. Sağ olun. Hamıya salam, mən Hüseyn. Bugün səbəblə Minecraft Hardcore-da başlayırıq. Neçə vaxtı gözlədiyiniz Minecraft Hardcore başladıq. Bugün nə edəcəyimi sizə deyim. Əvvəlcə odun toplayacağam. Sonra daş əşyalar düzəldib, biraz yemək. Sonra 16 dənə zat falan odun toplayaram. Oradan da ya madənə, ya da çöy axtarıram biraz. O da tapsam. İndi odunları qazaq. Biz bir dənə daş toplayaq sonra. Tez bir dənə. Ne oldu? Deməli. Gaz. 32 dənə olsun, istəyirəm. Biraz odun. Yemək toplaya çöy tapsam yaxşı olar. Qalxmasam da eybi yox. Gedirəm oradan. Kılıç, balta. Tez. Hə, bu arada qısa özət keçim Hardcore-un nə olduğunu bilməyənlər üçün. Hardcore ondan ibarətdir ki, əgər ki oyundakı Ender Dragonu ölmədən öldürə bilsək, oyunu biz qazanırıq. Ancaq ki biz Ender Dragonu öldürmədən ölsək, biz uduzuruq. Yəni ki, inşallah mən öldürə bilərəm. Baxaq da indi görək nə olacaq. İnşallah öldürərəm. Yaxçı inəklər hara getdi burada? Hə, bir dənəsi var. Başqa görək var buralarda. Qoyuq var. Öl. Sən də öl. Hamımız. Ölün. İnşallah bu tərəfdə inşallah şey olar. Yox, suymuş bütün. Bax da indi yataq da tapamadım. Yataq üçün qoyun tapamadım daha doğrusu. Nə də yemək tapdım. O tərəfə gedək. Orada yəqin həm yemək, həm də madən giriş olur inşallah. Gedək o tərəfə doğru. Qaç. Get. Qaç. Tez qaç bir dənə. Axşam olmadan madənə girəm. Yatağımda düzəldim. Qoyundan yemək falan düzəldim. Sonra oradan dəmir set. Bir dənə çıqqılı ev. İkinci bölümdə də inşallah çöl tapıb Nether'a gedərəm. Oradan da Ender Dragon'a inşallah. Bu necə olur? Bir dənə nə madən, nə də yemək. Və mənim bəxtim. Bu arada paylaşdığım topluluqda iştirak etdiyiniz üçün təşəkkür edirəm. Hər birinizə minnətdaram. Çox sağ olun, təşəkkür edirəm. Sizin istədiyiniz kimi Hardcore modlu modsuz seçsiniz. 50-50 olduğuna görə 2 dənə mod. Bu arada modlardan biri meşalə modudur, bir də madən parlama modudur. Əgər istəsəz aşağıdakı açıqlamaya buraxaram linki. Oradan istəsəz siz də yükləyə bilərsiniz. Bir balaca madən girişi ya da yemək. İkisindən birini ver də mənə bunun. Bir dənə çöy ver də burada. Düzlük ərazidə deyil. Hoppa. Qabağa düzlüyə oxşuyur. Düzlükdə də çöy çıxma ehtimalı var. İnşallah çıxar. Və gördüyünüz kimi acıdıq. Yəni bunu yedim, çıxım yuxarıda yeyim, boğulub. Düzlük ərazidir. Biraz da bir balaca təpəli ərazidir. İnşallah çıxar. Çöy. Qəşəng.
O meşale blokundan tanıdım. O aydın sulaq üçün yerindən gördüm. Qəşəng. Həm yemək sorunum var, həm yataq. Orada sıqqılı bir madən var, ya da şey madənçi, dəmirçi də yəni ki. Dəmirçi çıxma ehtimalı var, yoxsa yoxdur bilmirəm, inşallah çıxar. Gedək də görək nə çıxacaq, nə gələcək başımıza. Get. Bir dənə dəmirçi də. Dəmirçi verə bilərsən oyun. Dəmirçi ver oyun. Oyun dəmirçi ver. Bir şey də ver də. Dəmirçi ver də, nə? Yoxdur dəmirçi. Ayda da bu boyda şeydə. Bu boyda şeydə dəmirçi verməzində yəni. Hal olsun da. Dostlar, bu köyü mən lootlayıb gəlirəm. Uşaqlar, lootladım köyü. Yəni baxın, bunlar çıxdı. Bir dənə madən əritmə ocağı, dəmir qolemdən 4 dənə dəmir çıxdı, 44 dənə saman, bir dənə zümrüd, bir dənə kəsə. İndi kəsəyə dolduracam bunları. Yəni bu qədər. İndi sən köylü dur, mən yatım sənin yerində. Davay. İndi biz boş əşyaları kəsəyə doldurum. Bunları doldur. Bu yatağı götürün buradan. Bir dənə tez qalxan düzəldim mən 2 dəqiqə. Qalxan düzəldim. Şey. Sonra nağaram bunu. Bunu at bura, bunu get bura, bunu kursun bura. Bax, bir dənə 3 dənə dəmirlə nə düzəldim. Düzəldim görən şey. Kazma düzəldim yoxsa qılınc düzəldim. Ya da qalsın, heç nə düzəltməyim. Sonra ehtiyacım olacaq zaten. Bunun yarısını istifadə edeyim. Samanın yarısı. 3.64 deyib bəsdir. Bir dənə də 64 olacaq ki. Hə, belə olur. Belə yoxdular. Dəqiqə, belə yox. Bu qalsın, belə, bu qalsın, belə, bu qalsın. 64 dənə çörək burada. 6 dənəsi də qalsın qıraqda. Hətta bu çörək 64 olana qədər olsun. 64 olacaq. 60, 61, 60, 61. 64, hə. Bunları da qoy bura. Hə, şu yatağı da qoyum. Crafting table götür, yatağı götür. Crafting table qoy bura, yatağı da qoy bura. Davay. Madənə gedirik. Prosta madən tapmalıyıq. Ay zibil! Kaç. Creeper, kaç. Ay zibil, burada da skelet var. Değmə skelet mənə. Sataşma mənə skelet. Xarabış olacaq. Bu tərəfə gedim. Oydu. Bir anlıq qorxdum ki, nedir azada getmədən, madənə getmədən öləcəm, amma yox. Qaçdım creeperdən qəşəng. Madəndən başqa hər şey tapdım. Madəndən başqa hər şey. Elə bir də madəni sevmişdim. Bir dənə balaca madənə başqa heç nə istəmirəm sən. Oyun mənə nə dəmirçi versən, nə madən versən, bir şey verdi heç olmasa. Madən verdi, balaca bir madən. Çıqqılı madən verir heç olmasa. Yerək. Dirəşib oyun məndən. Ver də, bir dənə balaca bir madən istədim də. Canlı istəmədim ki oyun. Dirənib ki verməyəcəm. Oy! Böyük bir portal. Özü çox böyük bir portaldır bu. Normal portal değil. Haydi bir dənə böyük portalın şərəfinə. Bir dənə də yanında madən. Bombaya bomba. Bomba partlayacaq indi. Əsl bomba partlayacaq indi. Bir dənə madən çıxsın, əsl bomba partlayacaq. Buradan da bir dənə setdən metdən bir şey versin. Yüngülü var, qoruyum özümü. Oyda, yaxşıdır ya, amma böyük portal. Bir dənə də böyük madən, böyük portalın şərəfinə. Onun sandığı ana. O sandığı ana. Mən görürəm yoxsa sandıq yoxdur. Sandıq ana.
Sandığı. Sandığımı ver. Sandığımı ver. Belə oyunum. Böyük portal tapanda da sandığımı vermir. Fala. Sandığımı ver oyun. Mən əsəbləşdirmə. Ay dədə, bu da mənim bəxtimdə, yəni sandıq çıxmadı da yəni ki. Pes eləyəcəm yoxsa? Yox, tapmalıyam, o sandığı tapmalıyam. Ay, zibir hasar gibi. Vermə. Mən nə vaxt bir şey verəcəksən ki? Nə madən ver, nə dəmirçi ver, nə Nether portalındakı sandığı ver. Bu da mənim bəxtim. Dən madən ver, heç olmasa madən. Ya da ikinci köy. O düzlük ərazi, fərqli bir düzlük əraziyə gəldim. Orada ver köy, madən zad bir şey ver də. Dostlar, ən yaxşısı neyniyək? Mən madəni tapım gəlim də, yəni ki, yoxsa belə olmayacaq. Dirənib ya oyun. Bir daha madən çıxmır ya. Yusuf, bir daha madən çıxmır ya. Kiçik portal çox çıxır, böyük portal biraz şansa çıxır. Yox, böyük portal bildiyin çox böyük olur. Çox böyük deyəndə yəni ki, o yüzden bir dənə də köy tapdım. Hay Allah. İndi başlayacağım videonu. Deyəcəm ki, dostlar, madən axtaranda köy tapdım. Köyün yenə dəmirçisi yoxdur. Deyəcəm, əgər yoxdursa. Ay zepil. Yoxdur. Hə. Həm də inanırlar ki, və madəni gedim, dəmirçi foyuz, həm də dəmirləri hardan tapdın? Yes, bro. Şimdi bir tane gözlemem, bir tane bu. Durdum, bek golümü öldürüm. Qorxuram ya. Kaç. Oy da yadvacar bizim böyük bir tane şəhərimiz var idi. Komutlarla düzəldirdik. Onu nasıl becerdin? Gruz brat, Aha maden. Başlayıram, videoya başlayıram. Dostlar, bu arada maden tapdım. Bu arada onu da deyim ki, madənə girməmiş, tapmamışdan qabaq. Orada bir dənə baxın, bu köydə yenə bir köy tapdım. Həmin bu o köydür. Köydə nə saman çıxdı, nə dəmirçi çıxdı. Prosta golem öldürdüm. Golemdən də 6 dənə, yox, hədə 6 dənə dəmir çıxdı. 6 dənə dəmir çıxdı, o necə olur? Yox, hə. O birisindən 3 dənə qalmışdı. 3 dənə dəmir çıxdı, hə. 3 dənə dəmir çıxdı, yəni belə. İndi bir dənə tez nə edirəm? Bir dənə dəmir qılınc, bir dənə dəmir kazma eləyirəm.
Kazma. Qılınc. Bunu bura qoy, bunu bura qoy. Bunlar gəlsin burada. Getsin bura, getsin bura, getsin bura. Crafting table'da ver crafting table'ı. Aclığımız yoxdur. Hə, madənə getməyə hazırıq. Buradakı suları qıraq. Aşağıda babat dəmir var. Amma inşallah ölmərəm də, yəni ki, qoyunluğum tutmaz. Bismillah. Ya Allah. Bu madən də inşallah bilmirəm olar. Öləcəm yəni. Çəkmə burası gəldi. Yox, yox. Ölməm. 5 tane dəmir buradan verdi. Yuxarıda baxanda obyeklər burada creeper var idi. Creeper'dan ehtiyatlı olmaq lazımdır. Gələcəkdən partiyada aparacağım. Ona görə əyilib qazım ki, qalsın açılsın. Aha, kömür də var burada bir şey. Bunu toplayaq. Topla, həm XP həm bunu. Qaz. Oydu. Oha. Hə, bu arada gördüyünüz kimi madən modu budur. Madən parlama modu dediyim budur. Qıraqları ağarır. Meşale modu da odur ki, crafting table-dan göstərim. Mənim üçün bir dənə meşale düzəldək. Meşale düzəldəndə baxın, gözləyin üstünü bağlayım, göstərim. Baxın, görürsünüz qaranlıqdır. Əlinizə alanda normal, yəni ki, normal əlinizə alanda parıldayır. Amma istəsəz, bir dənə də fərqli cür meşale var. O meşaledə sol ələ alınır, o da düzəlir. Baxın, budur. 2 dənə çubuq, bir dənə meşale qoyursunuz. Ondan da sol ələ alırsınız. Ya da ki, belə bir dənə kask var. Miner's helmet. Bunu düzəldəndə başınıza taxırsınız. Oradan da yəni ki, özünüz yəni ətraf aydınladır. Yəni nə sol ələ almaq ehtiyacı var, nə də bir şey. Yəni istəsəz bunun linkini açıqlamaya qoyaram. Oradan götürüb siz də istədiyiniz kimi yükləyib oynayarsınız oyununuzu. Çıxaq yoxlar indi, dəmirləri top. Aha, axşam olur. Olmuşdan qabaq. Şatam. Gecə boyunca uyumuyor. İkinci gecə belə keçdi. Yəni şükür Allaha. Ölmədən. Bir dənə yüngül envanter düzənləmə. Bunu qoy bura, bunu qoy bura. Belə. Qabağa gedək biraz. Götür meşalələrini. Oo, verəndə yaxşı ki, böyük madən verdi. O yüzü bilə, arxamızdan pusu qururlarmış. Oo. Bir gəlin dostlar. Öl. Bir gəlirsiz gəlin, amma cüt gəlsə gəlməyin. Nəyimə lazımdır. Gördü mənə, gəl bura. Hə, gəl, bir gəlin. Arxama baxın birinci. Gəl, nə qədər arxamda bir dənə skelet var. Amma ondan iş olmaz. Tez gəl. Öl, qutar da. Aha, qəşəng kask verdi. Koruma işi kırılmazlıq işi qəşəng kask. O tərəfə getmə. O yüzü bil. Bismillah. Bana get. Ay zibil. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Rahmanirrahim. Bismillah. Allahu akbar. Get. Ay zibil. Dön arxaya bax yenə. Dəqiqə görə yala. Nə yaşandı az qala. Az qala ölürdüm. Nə yaşandı la? Nə oldu orada biyaqları? Sən bir dənə düş buradan. Başıma düşüb eləyərsən. Gəlim rahat mənəsinə. Qorxdum ya. Elə bildim aşağıda istəyirəm. Heç nə olmayacaq. Getdim aşağı madənə girim. Aşağı tərəf madənə girim. Üstümə nə qədər zombi gəldi la. Qorxdum ya. Gecə dalğasına yenildim. Düş aşağı. Biz deyəsən bu bölüm elmas seti olacaq. Əgər elmas tapsam. İnşallah. O yüzü bir altımızda təhlükə var.
elmas var aşağıda. Parıldama modundan görürsünüz. Yani yarıyır da bu parıldama modu. Yol çəkək. Arkamızdan skelet gəlməsin də. Kullansam ölərəm. Ya da ki buradan gedək. Yol çəkməyə ehtiyac qalmasın. Buradan aşağı kullan. Bu elması götürməliyəm. Götürməsəm ölsəm. Bir elması görə ölüb olum. Çəkəcəm. Aha, blokumuz qutardı. Nə edirik? Blok toplayaq. Həm yox, həm yox. Ay zibil! Arxamızdan skelet vurdu. Buradan da skelet vurur. Buradan da skelet vurur. Ölürəm. Yox. 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 Ne var yok. Of. 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 Kurtuldum. Tez ver, yemeği ver. Oy yarım gel, iki yarım gel. Oy gedirdi. O necə oldu? Mən daş qıran yerdə arxadan skelet çəkdi vurdu. Düşdüm aşağı. Altda 2 dənə zombi, bir dənə skelet. Oyda. Yavaş bu tarafa. Onu qassam öləcəm. O tarafa gedim. Tam deyirdim elmas adıyla öləcəm. Doğrudan elmas adıyla öldürdüm. Ay zibil. Yok. Eleme. Onu eleme da qardaş. Canımı doldurum eləsin. Öyle belirəm. Zombimiz öldü qəşəng. Skelet de öldü qəşəng. Üstümüzü yavaş açıp çıxmağa çalışacağım. Dolsun bir canım. Bura bir aydınladım. Nə çıxdı? Gir içəri. Deməli bir dənə də pantolon var. Qoruma bəşədə olmasaydı qoruma kask. Çoxdan ölmüşdüm məncə. Mən təcili buradan daş toplayayım belə. Həm sürətli qırılan daşdı. Orada da elmas adıyla deyirdim öləcəm. Doğrudan öldürdüm. Ciddi mənada öldürdüm. Gedirdi. Ama bir tər dözdük. Bismillahirrahmanirrahim. Ya Allah. Partlaca. Ama arkadan əsli gəlməsin. Partlatdıq qəşəng. Ay zibil. Qaç Hüseyin. Qaç Hüseyin. Qorxanın uşağı olmaz. Məndən nə istəyirsiniz? Ay skelet qaqaşlar. Yarım saatda skelet üzündən öləcəm. Yarım saatda skelet vurur öləcəm. Aha elmas. Aşağı tərəfdə də elmas var imiş. Sən burada partlasan, uzaqda partla. Arkadan heç nə gəlmədən. Aydınlat burandan spawn olmasın heç bir zombi zat. İlk elmaslarımız. Elmas adıyla ölməyim də yenə. Qoy bura bunda. Всё, qaz. 1 elmas, 2 elmas, 3 elmas, 4 elmas, 5 elmas. 5 də elmas qəşəng. Gördünüz dostlar, maden parıldama modu, gördünüz də yəni ki, belədir maden parıldama modu. Netherite'larda səhv eləmirəmsə mavi rəngdə göstərir bu mod. Bir yaxları buradan vurdular yəni. İndi də vursalar oje. Öl. Elması gördüm, bir yaxları yuxarıda gördüyüm elması gördüm bu dəfə.
Öl. Partla, partla, partla. Məndən uzaqda partla. Harda partlasan partla, bir də məndən uzaqda partla. Bir də skeletlərdən yanında partla ki, mən ölməyim. Bir dənə verin al. Elmas. Yoxdur, bir dənə də verdə, bir iki dənə verdə. Nəysə, yoxdur. Çox elmas bizi öldürə bilər. Nəysə. Davay, tez, 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 tez. Tez gedək bura. Slime lazım olar mənə, yəni də öldürməyə. Balçıq yoxdur. Get bura, get. Ən yaxşısı, mən bir dənə tez yüngülvari madən eləyim elə gəlim. Yoxsa belə çox həm video uzun olacaq, həm də ölmə ehtimalı daha çox artacaq. Haydi. Neyse dostlar, mən yüngülvari madən eləyib gəlirəm. Dostlar, bu arada madən elədim, amma hələ də madəndəyəm. Çünki mineshaft tapdım. 17 dənə elmas, 1.8 dənə şey, amma aslında bir dənə kazmam qırıldı, kazma düzəltdim, bir dənə göğüslük, bir dənə də pantolon düzəltdim. Bu qədər mi var? Bir də indi mineshaftdayam, mineshaft tapmışam və ölüm. Bir yaxları az qalsın öldürdüm. 5 dəfə ölümdən dönmüşəm, yəni ki. Siz VS atdınız aramızda. Qazanan mən verim. Qazanan məndən döyüşəcək. Gələ bura. Bu da öldü. Bismillah. Dəmir toplamayacağım dostlar. Çünki ben sandıq axtarmalıyam. Sandıq tapım oradan. Oyda bir dənə koruma falan bir şey çıxsın o sandıqdan. Ya da altın elma. Büyülü altın elma. Bir şey çıxsın da. Yaxşı bir şey çıxsın. Bəlkə şey gapple versəydik bir şey olardı. Ay bir dənə divara ölüşdüm sanmıram. Bu arada dostlar, yəqin ki biz Minecraft videosu çəkəndən sonra bir neçə gün sonra yəqin bir dənə video çəkəcəm. Videoda 2 nəfər olacağıq. Bir mən, bir də kanal adını buraxacağam aşağı. Real Dark King. Ondan Brawl Stars videosu çəkəcəyik, yəni xəbəriniz olsun. Onu da gözləyin. Bu yaxınlarda editləyib atarıq yəqin ki çəkəndən sonra. Aşağıda sayfasını buraxacağam. Onları, daha doğrusu onu takip edib videolarını bəyənməyi unutmazsınız. Həmçinin bu kanalın da videosunu bəyənib zəhmət olmasa abunə olsanız mənim üçün çox xoş olar. Yəni rahat bir çıxsın. Sandıq oyuncu qorxutmaya Spider-Man gedir. Dostlar, məncə bu qədər madən bəsdir. Axırda ölər eləyərəm. Gəlin ən yaxşısı burada ölmədən çıxaq. Bura crafting table qoyuyorum. Mən şu qalxana ehtiyac olmayacaq. Bunu belə elə. Göstərəm bu arada modu necə işləyir. Gördüyünüz kimi. Qoydum və işləyir yəni. Bayraq daşını ver. Bismillah, inşallah. Oyda da, ona da. Ay zibil, bir dəqiqə gözləyin. Səhv bir şey oldu deyəsən. Oy zibil. Qaç aşağı qaç. Bu necə madəndə? Oy bu necə madəndə? Mən elə buranı tez görürəm. Bu necə madəndə? Nə böyük madəndə? Qaç. O sulardan yuxarı çıxmağa çalışacağam inşallah alınsa. İnşallah o tərəfə gedəndə bir rahat 10-15 dənə elmas toplayaram inşallah. Tez gedim.
bu tərəfdən çıxım, yoxsa o birsə elə bu tərəfdən çıxım getsin. Ən rahat yol bura olsun. Bir də yolumu uzatmayayım. Oyda, aşağıda bir dənə mineshaft var, üstdə də bir dənə mineshaft var. O yüzden o neydi? Ben niye aşağı düştüm? Ölürdüm ya. Çık yukarı çık 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 çık. Ölürdüm az kalsın ama ayıp yok. Kurtulduk kurtulduk. Yaxşı bir yer. Burada da manşef devam edir yani ki. Yoksa yok ama devam edir. Oha. Oyda yaxşı döndüm arxama. Və dostlar, gördünüz ki, madənin üstünə çıxdıq. Nə qədər uzaq gəlmişəmsə, belə bir qəribə yerə gəlmişəm. Yəni bu necə yerdir də, yəni bir dənə də piramid versin. O piramiddəki TNT-nin üstünə tullanım ölüm. Necə fikirdir? Nəysə, zarafat verməyim. Bir dənə piramid versin də qəşəng olar. Bir dənə çox uzaq getmişəm. Belə yeri heç fikirləşmirdim belə yerdən çıxacağam. Çox qəribədir. Yəni şey yaxşı oldu əslində qalsa belə bir yer. Yəni bir dənə də çöl versin, oradan büyülər, sonra şablon versin bir dənə. Sonra nə versin? Orada nə var idi? Büyü versin, koruma büyüsü versin, kırılmazlık versin ya, keskinlik versin ya, sonra elmas versin, büyülü altın elma bir şey versin de yani ki, qəşəng bir şey versin, bəsdir. Bir dənə piramid də, bir dənə piramid verdi. Başqa heç nə istəmirəm, sadəcə piramid. Piramid, başqa heç nə yox. Bu taraf şu tarafa çıxır, ona görə o tarafa gedək, bu tarafa gedək, bu tərəfdə çıxar inşallah. Bu qədər çörək çatar, hətta hə çatar rahat çıxar. Aha, bu quyu nədir bilmirəm tay. Bu deyəsən şeyə yarayır, yaxınlarda piramid var. Səhv eləmirəmsə onu göstərir. Bir dənə piramid ver də. Piramid ver, başqa heç nə istəmirəm. Bir dənə piramid verdim, bəsdir. 2 dənə istəmirəm, bir dənə istəyirəm. Deyirdim Pillager kulesi, daha doğrusu karakoldur nədir bunun adını dəqiq bilmirəm. Amma girməyəcəm. Niyə? Çünki girsəm öləcəm. Ona görə sayılır. Piramid ver, piramid ver, piramid ver oyun, piramid ver. Mojang. Piramid ver. Mənə piramid ver. Ay zibil. Çöl qurtarmasın da. Bir dənə video var idi. Deyirlər. Bir videoda kaç kere piramid söyledim. Təzədən gəlir. Nə piramidi? Bir dənə düzgün oyunda bir dənə piramid ver də. Hesablaşıram o şey. Piramid də o. Yox. Mojang mənə piramid ver. Mojang. Ay dədə piramid. Nə ləba? Dəvə belə tapdım da yəni ki. Bu oyun məndən nə istəyir? Nə piramid verir, nə madəndə bir düzgün elmas çıxır. Düzdür 17 dənə tapdım, ondan azdır da. Nə piramid verir, nə elmas verir, nə gecmə, daha doğrusu gec madən verir mənə yəni ki. Sonra köy tapıram, dəmirçi vermir. Amma indi köy tapdım və səhv eləmirəmsə köyün yaxınlığında 100% inşallah bir dənə piramid. İnşallah. Heç olmasa bu köydə dəmirçi olsun da. Bu çıqqılı köydə dəmirçi olsun. Selamünaleyküm dayıcı. Ama nəyi də doğuşan eyilir. Evet. Doğuşan eti yerler hep şey.
Piramid çıxmır ki, çıxmır. Dostlar, ən yaxşı bir sizin eləyək. Həmişəki kimi piramid tapıb gəlirəm mən. Dostlar, video bura qədər idi. Piramid tapamadım maalesef. Bir videonun sonuna gəlirik maalesef. Bir sonraki videolarda görüşmək üzrə. Sağ olun, salamat qalın, görüşərik inşallah.